Səhifəmizi izləyən hər kəsə salamlar. Bugün məktəb müəllimlərinin uşaqlara işlətdikləri test və bunların sinifdə məhz başa düşülməyən zaman uşaqlara izah olunmamasından danışmaq istəyirəm. Əziz məktəbdə çalışan həmkarlarım, zəhmət olmasa uşaqlara məktəbdə işlətdiyiniz testlərin səhv çıxdığı halda, başa düşülməyən halda izahını verin və summativləri uşaqlara keçdiyiniz proqram üzrə hazırladın. Başa düşürəm, indi hal-hazırda qruplar var, ödənişli, hansı ki siz oradan hazır testlər əldə edirsiniz və uşaqlara işlədirsiniz. Ola bilər ki, o testləri hazırlayan müəllimlər proqramı bəzi məqamlarda nəzərə almırlar. Amma siz yenə də uşaqlara işlədəndə nələri keçib, nələri keçmədiyinizi bilirsiniz və bunun əsasında o summativ uşağa işlətməlisiniz ki, yəni keçdiyiniz dərslə uşağın qiymətləndirilməsi üst-üstə düşsün və doğru olsun. Bu proqramdan kənar olduqda o qiymətləndirmə doğru olmur və uşaqlarda özgüvənsizlik yaranır. Hələ də müəllimlər var ki, uşaqlara keçmədiyi dərsi, izah etmədiyi testi, bir də səhv çıxdığı üçün aşırı şəkildə uşağı psixoloji olaraq baskıya məruz qoyur. Bunda zəhmət olmasa məktəbdə çalışan həmkarlarım nəzərə alsınlar ki, summativ əgər proqrama uyğun deyilsə, o qiymətləndirmə düzgün qiymətləndirmə sayılmır və heç bir dövlət səviyyəsində, məktəb səviyyəsində doğru qiymətləndirmə olmur. Yəni, doğru qiymətləndirmə olmadığı üçün də qüvvədən düşmüş sayılır. Zəhmət olmasa bunlara diqqət edək, şagirdlərimizin özgüvənin qırmayaq əziz həmkarlarım. Növbəti videolarımızda görüşənə qədər hələlik.